İxvetel kiram, əziz və değerli kardeşlerimiz, Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellemin müşkohulu, teravetli sirasından bir daha derinden nefes almak həsretiyle bütöy həftə ve nihayet bizi bu mübarek bir mecliste ve gecede cem eyləyən Allah'a həmdü sənə olsun diye biz yeniden sira ile seyredirik ve bu silsile biiznillahü teala ve amnihi devam edecektir inşallah. Ve kaldığımız yere başlamamıştan qabaq zikredək ki Muhammed sallallahu aleyhi ve sellem tesmiye, bu ismin verilmesi necə baş verdi? Kur'an-ı Kerim'in Saf suresine baksağız, وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِ اسْمُهُ أَحْمَدٍ. Meryem oğlu İsa'nın diliyle hikayeten anhu aleyhisselam Saf suresinde Allah Azze ve Celle İncil'de onu Ahmet çağırır. Öyle değil. Ve ümmet de onu meşhur adı ismi olarak Muhammed tanır. Salavatullahi ve selamuhu ala İsa ve ala Muhammed ve ala enbiya vel murselin. İsmine kalanda ümmen sira kardeşler esasen bu mesleklere dayanaklanır. Kur'an-ı Kerim bazı sureler sira hakkında haber verir. وَالنَّجْمِ اِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى. Hemşinin وَالضُّحَى اِقْرَ بِسْمِ رَبِّكَ الَّذ۪ي خَلَقْ. Bir hissesi tespit olan sahih sünnete götürülür. Bir hissesi siranın sünnete gelip ancak isnadı zayıftır. Ve esas çok hissesi sira olarak rivayet edilir, tarih olarak. Hadis mütehassisler deyir ki, sira babı hadis babı kimi değil. Orada daha çok genişlik var. Çünkü tarih de aynı zamanda. Tarihtir. Ve herden biz sahihin üzerinde dayananda onun müstenedini hatırlayacak. Ve herden de yine de mesler olarak sira ehli bunu rivayet ettiği kimi biz de o şekilde seyredecek. Tarih İbn-i Hişam ve Siret İbn-i Kethir ve hemşinin El-Mubarak Fawri ve gayrileri. İsmine gelende kunyası büyük evladının ismiyle Ebul Qasim. Büyük evladının ismi neydi? Qasim sallallahu aleyhi ve sellem. Kunyası Ebul Qasim. Qasim'in atası. Ve hayatındayken qadağan etmişti ki kimse onun künyasından künyalansın. Ona göre Ebu Qasim ataları olan insanlar diğer evlatlarının ismiyle künyalanmaya başlandı. Hatta Allah Nebisi sallallahu aleyhi ve sellemle karışmasın. Sebep nece olmuştu? Kervanda bir nefer demişti ki ya Ebel Qasim ve Allah Nebisi ona iltifat ederdi demişti ki geçtim sen değilsin ya Resulallah. Ve sonra Allah Azze ve Celle hitap etti ve dedi ki onu öz aranızda çağırılan kimi adi çağırırsan çağırmayın. Nebiyullah, Resulullah vesaire ahir. Hatta künyası çağrılanda onun nübüvve heybetine tesir etmesin diye onun künyasından hayatta iken, sağ iken istifade edilmek karar edildi. Ve buyurdu ki aleyhissalatü vesselam sizden biriniz benim künyamla çağrılmasın. Ebul Qasim. Meşhur künyası Ebul Qasim. İsmi Muhammed ve Ahmed vel Muhami. Vel Muhami ellezî yumhâ bihil kufur. Muhami onun isimlerindendir. Onunla küfür yumhâ silinir, aparılır. Vel haşir ellezî yahşurun nâs. Haşir insanları toplayandır. Fid dünya ve fil ahire. İsimlerinden de aleyhissalatu vesselam. Vel âkib ellezî leyse ba'dehun nebiyy. El-âkib isimlerindendir aleyhissalatu vesselam. Âkib ondan sonra bir daha peygamber gelmeyen. Hadisi İmam Müslim rivayet etmiştir. Hemşin isimlerinden Müslim'in diğer rivayetinde vel-mukaffi sahib-ül mevkif ve nebiyyur rahme rahmet peygamberi
Ve nebiyyü tevbe, tevbe peygamberi. Ve nebiyyül melheme. Ve bu isimler sabittir Sahih Müslim'de. Yaxşı Muhammed ismi təzə dünyaya gələndə uşaq babasına verildi çünkü yetim iken dünyaya geldi ve babası çok sevildi ve onu götürüp Kabe evini tavaf etti ve sonra köksüne geldi ki bu ismi ona vereceğim. Semmeytuhu Muhammeden, həmd olunan, tərif olunan. Yaxşı, bəs Məryəm oğlu İsa niye Əhməd olaraq çağırmışdı? Şək yoxdur isimlərindendir. Öyle etiraf edir ki aleyhissalatü vesselam ve isimlerinden de bu ve bu ve bu. Dediler ki burada zaman feil məsələləri var. Misal üçün yəhmədu və huve Əhməd. Yani o əvvəlcə yaratılmalı. Sonra Allah Azze ve Celle'ni tanımalı ve ona həmd etmeli. Buna kim o? Əhməddir. Bu da Məryəm oğlu İsa'nın deyirlər. Hele ki Rabbini tanıdı, ona həmd etti, Allah insanlar ona həmd ettirecek, yani sana ettirecek. Olacak Muhammed. Aydındır, sallallahu aleyhi ve sellem. Ve bu zaman itibariyle Allah Azze ve Celle geçmiş kitapta, İncil'de onu Ahmed çağırmıştır. Ve isimlerindendir. Salavatullahi ve selamuhu aleyh. Qaydırıq qaldığımız məqama bi'avnillahi təbarəkə və teala. İlk görüş. Şeyh Salih El-Fevzan soruşulur. Allah Nebisi sallallahu aleyhi ve sellem Hira'da ilk görüşte Cebrail'i öz simasında meleki yoksa insan simasında görmüştü. Şeyh diyor ki ilk görüşte insan simasında görmüştü. Meleki simasında Kur'an-ı Kerim'in Necm suresinin təsdiqiyle 2 defa görüp meleki simasında Cebrail'in öz yaratılış xilqət simasında. Biri əzabın, işkəncenin, əziyyətin en şiddetli vaxtında Allah Azze ve Celle onu görüştürəndə Cebrail'i olduğu simada onu gösterdi. İkinci de Meyraj'da İsra tutardı ve Meyrac zamanı Sidrat-ı Muntaha'ya çatanda Cebrail təzdən öz simasına gösterildi. Bundan qeyri vaxtlarda müxtəlif insanların simasında gələrdi. Aleyhisselam. Ve mağarada görüş baş verir. Görüşü ise zikrettik. Cebrail aleyhisselam onu sıxır ve deyir ki ikra ve deyir ki lestu bi qari'in ve 3 defa baş verir. Sonra sürətlə gəlir evə ve deyir ki lettiruni ve zemmiluni bükün məni bükün ve Xədicəyə vəfalı həyat yoldaşına hadisəni danışır. Xədicə ona deyir ki kəllə vallahi la yukhzike Allahu ebeden. Andolsun ki ya Muhammed Allah seni hiç vaxt rüsva etmez. İnneke la tasilur rahim. Sen qohumluq bağlarını birləşdirərsən. Və tasduqul hadith ve dost doğru danışırsan. Hiç vaxt yalanlaşmırsan. Ve terfa'ul kela ve yükü ağır olanların yükünü daşıyırsan. Ve tunibu ala nevaibil dehr ve rivayet el hayr. Ve ne ki insanların zamanında hayırla tanınan şeyler varsa başında sen. Bütün hayırları. Alimler diyor ki bir insanı onun hayat yoldaşından, ailesinden daha yakın tanıyan ikinci insan olur. Bu fark. Ve bu ilk şehadettir. Hayat yoldaşı. Yani sen busan ya Resulallah. Vallahi Allah seni söylemez. Dost doğru, düz yolda. İlk şehadeti, ilk tezkiyeni, ilk tesellini Xədicə verir. Götürür onu deyir ki ya Muhammed benim burada əmim oğlu var. Varq ibn Nəufəl. Qızsun, keşiş. Alimdir. Tövhid əhlizdə. İncili bilir. Köhnə kitablar, semavi kitablar. Varqanın yaşı 90 il deyilənə görə. Hətta gözləri kör olmuşdu. Və qaşıyır. Gözdən düşürdü. Gedək ona danışaq. Gəlirlər və Xədicə ilə beraber. Varaq onları dinledikçe başını salır aşağı ve tebessüm edir. Dinledikçe tebessüm edir, tebessüm edir, tebessüm edir. Tebessüm ne alametidir? Təsdiq alametidir. Ve buyurur ki ya leyteni kuntu ceza'an. Kaş ki benim cavanlıq vaxtımda bu baş verərdi. Ya leyteni kuntu ceza'an. Neyin yerdim? Onlar seni öldürmək istəyəndə
Bir. Sənə əziyyət və əzab verəndə. İki. Və səni öz yurdundan qovmaq istəyəndə. Üç. Səninlə bərabər olacaqdır. Əgər həmin taqət, cavanlıq, güc məndə qalsaydı. Allah Nəbisi sallallahu aleyhi ve selleme onlar səni öldürəcəklər. 9 dəfə həyatında suiqəst olub. Onlar sənə əziyyət verəcəklər. İndi gələcək büyük dərsdə. Əzab verəcəklər, o da gələcək. Səni təklif edəcəklər, danacaqlar, o da gələcək. Axırıncı kəlmə onlara verir. Onlar səni yurdundan çıxardacaqlar. Buyurdu ki, aleyhissalatü vesselam, onlar məni öz yurdundan çıxardacaq. Məhz bu şeyə diqqət edər, çox qəribədir. Çünki cibilli olaraq, fitri olaraq insan doğulduğu yerə bağlıdır. Bu təbii haldır. Və buna görə insan qınanmır. Və buyurur ki, aleyhissalatü vesselam çıxanda gələcək, and olsun ki, Allaha Məkkəyə işarət edir. Sən mənim üçün yer üzərində Allahın yaratdığı ən əziz torpaq hissəsisən. Buqa. Əgər məni səndən çarpmasaydılar, heç vaxt çıxmazdı. Və buyurur ki, Varaqa, ya Muhammed, sənin yanına gələn Musa İbn-i İmran'a nazil olan namusdur, yəni mələk. O vəhiy ilə gəlir. Bu etibarla o ilk təsdiq etmiş və iman etmişlərdən sayıla bilir. Bu etibarla, Varaqa. Bəzi alimlərin görüşünə görə. Və sonra çıxanda Xədicəni geri çağırdı. Varaqa dedi ki, Xədicəyə, onun yanında axıra kimi oldu. Onu təsbit etdi. Çünki onu çox ağır əziyyətlər və əzablar göstərir. Və bu hadisəni bir neçə nəfərə danışır. Danışdığı ilk eşdən insanlar təsdiq edir. Və söz söhbət Məkkədə yayılır və qəribə şairlər yayılır. Qəbul edən, etməyən, istihza edən, lağ edən və s. ilə axır. Və söz söhbət genişlənə gedir. Hətta Allah Nəbisi sallallahu aleyhi ve sellem bu dəfə artıq özü Cəbrailin görüşünə gitmək istəyir. Və o gəlmir. Buna deyirlər ki, avqat-ı futur. Cəbrail Əsəmin gəlməməsi haqqında sirada 2 ay, bəzi görüşlərə 3 ay, bəzi görüşlərə 2 ilə kimi gəlmir deyənlər də var. Səbəb nə idi? Sanki Allah Azze ve Celle muhayyə edir, onu hazırlayır. Ya Muhammed, biz sənə ilk olaraq demədik, gələn kim idi? Sən insanların dilindən o şəhadəti eşitdin, gələn kim idi? Biz deyirik ki, sən özün onun gəlişinə hazır və arzulayasan, şövq ilə. Çünki bundan sonra səni böyük bir məsuliyyət gözləyir. Sanki Allah Azze ve Celle onu muhayyə edir. Biz onu əslində sənə olduğu simasında ilk dəfə göstərmədik. Çünki heç bir qəlb ona dözə bilməz. Onu ilk dəfə görsəydi öz simasında. Və insanlar danışırlar. İlk iman edənlərdən biri Xədicə. Əbu Bakır. Əbu Bakırın adı nədir? Əsl adı nədir? Kim deyər? Əbu Quhafə o şeydir, qəbilənin adıdır. Abdullah Rəhmən ilk iman edib və təsdiq edənlərdəndir. Minən Sübyan uşaqlardan Ali ibn Əbi Talib 8 yaşında, digər rivayətdə 10 yaşındaydı. Kölə Mövla, azad olmuş Mövla və Həzreti Muhammed onu oğlu adlandırırdı, həmin şərət gəlməyib, Zeyd ibn Harifə. Yaşı bunlardan kim birinci iman edib? İmam Əbi Hənifə rahiməhullah bunları çox gözəl cəm edir. Bunlar hamısı birinci iman edənlərdir. Axı, birinci söhbət burada rəqəmləndir. Dedi kişilərdən Əbu Bakır.
İlk iman eden kadınlardan Hadice. Kölelerden ilk Zeyd İbni Haritha ve uşaqlardan 8 yaş var. Bir rivayette 10. Ali ibn Abi Talib. Bu etibarla bunlar ilk iman edenlerin hamısı birinci rəqəminə girdi. Sonra ixtilaf edirlər kim? Vallahi alem Hadice. Niye göre? Çünkü buyurur ki öyle bir gün var idi ki yer üzerinde ben İslam'ın tam yarısıyım. Muhammed ve ana. Sallallahu aleyhi ve sellem. Fezlete bak. Kim çatabilir bu fezlete? Yer üzerinde öyle bir gün var idi ki ben İslam'ın tam yarısıydım. Muhammed ve ana. Sallallahu aleyhi ve sellem. Ben ve Muhammed. İlk iman etmiş mənasında. Sonra baş verir. Səs-küy çoxalır, şairlər çoxalır. Hətta elə bir həddə çatır ki, istehza eləyənlər Sanadidul Qureyş, Qureyşin ağalarından, böyüklərindən deyirlər ki, deyəsən Rəbbini incitdi, Rəbbi ona küstü, onu tərk elədi. Ya da ondan bezdi. Lağ eləyirlər, istehza eləyirlər və səri ilə axır. Bu hadisələrin normal təqdirlə belə cərəyanlaması Allah Nəbisi sallallahu aleyhi ve sellemdə Cəbrailə qarşı təşviki daha da şiddətləndirir, görüşə qarşı. Bunu arzulamaq və onu bir daha görmək. Və s. ilə axır. Hər dəfə Hira'ya gedir və onu görür. Və səs-küy çoxalır, şaya çoxalır, əziyyət çoxalır, istehza çoxalır, hətta deyirlər məcnun. Abdülmuttalib'in övladı dəli oldu deyənlər də var. Və bu onu lap narahat edir. Hətta deyirlər ki, şeyatin, şeytanları gördü. Allah Azze ve Celle bunu fikirlərsiz Şuara suresinde inkar edir. وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِعُونَ Şeytanların nə gücü çatan şey deyil, nə də ollarlıq deyil bu. Təsəvvür şeytan sənə deyir ki, dost doğru ollar, qohumluq əlaqələrini bağla, adam ol, yanınlaşma. Bu şeytan işi də baxır. Hər cürə şayələr və s. ilə axır və əziyyət verən sözlərdən Rəbbi ondan küstü. Da o Rəbbinə lazım deyil deyən sözlər. Rəbbi onu tərk elədi. Gəldi, gördü ki, yaramır və getdi. Hətta belə deyənlər oldu. Ağır əziyyətlər və s. ilə axır və budur Allah Nəbisi sallallahu aleyhi ve sellem böyük bir fətra, uzun bir müddətdən sonra Təzdə Hira dağına yenə də qaydanda وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى And olsun bakmakta olanımıza. Sizin yoldaşınız ne yolunu sapmamış, ne de azmamış. وَمَا يَنْطِقُ عَنِ الْهَوَى O öz nefsi isteğinden danışmır. İn huve illa vahyun yuha. Bu ona vahiy olur. Allemehu şedidul kuva. Çok azametli ve şiddetli bir güvet sahibi. Cebrail onu öğretmişti. Allemehu şedidul kuva. Zu mirratin festeva. Ve huve bil ufukil a'la. O onu öz meleki simasında en yüksek üflükte gördü. Allah Azze ve Celle vesf edir. Necm suresinde bu görüşü. Hazreti Muhammed sallallahu aleyhi ve sellem bu uzun fasileden sonra Cebrail'i görende nece görür? Kürsüsünün üzerinde oturmuş bir əzəmətli melek. 600 kanadı var. Çok əzəmətlidir. Kanadların bir tarafı məşriqi, bir tarafı məğribi örtür. O kadar əzəmətlidir ki semaya her bakanda onu görürdü bedenli. Kanadlarını fasilesiz şekilde çırparak arasından yağmur yağar. Ne yağmuru? Zeberdeç, vel-yakut, vel-lu'lu, vel-mercan, cevahirat. Yani birinci defa bu görüş bu şekilde olsaydı mümkün değildi ona hazır olsun. Ve Cebrail Aleyhisselam'ı görür, buyurur ki بِقَوْلِهِ Teala وَالضُّحَى Andolsun kuşluk vaktine, sabah tezden, duhaya. وَالْلَيْلِ اِذَا سَجَى Allah Azze ve Celle and içir, yarattığı əzəmətli ayetlerine. Gelmekte olan geceye. مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى Rabbin seni ne terk eledi, ne de senden bezmeyip. وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْعُولَى Ahiret sana bu dünya hayatından daha hayırlıdır. وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى Ya Muhammed, Rabbin sonra sana verecektir, büyük nimet bahşedecektir ve sen razı kalacaksın. Bu ayetin dersinde alimler dedi ki, onu Allah Nebisi sallallahu aleyhi ve sellem kıyamete ittihar edip şefaat.
qəlbində tövhid olan hər bir kəsi Rəbbi onun xahişi ilə o qədər çıxardacaq ki, ta ki razı qoyana kimi olmaq. وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى Rəbbin sonra sənə çoxlu nimət bəxş edəcək və səni razı qoyacaqdır. Aleyhissalatu vesselam. Əbu Bakır ilk iman edənlərdən olur və buyurur ki, aleyhissalatu vesselam hər bir insanın İslam'a girməsində bir tərəddüdü var idi. Şək yox, tərəddüd. Girim, girmeyim. İllə Əbu Bəkrin. Yalnız Əbu Bakır istisna idi. Heç bir tərəddüdsüz birbaşa İslam'a girənlərdən idi. Hikmətlərindən də ləm yescud lis-sana min qattu. Həyatında bütə ibadət eləməyib. Səcdə eləməyib. Hətta and içməyib. Hətta şərabı özünə haram etmişdir. Soruşlar ya Əbu Bakır, şərabı özünə necə haram etdi? Bir, izzət sahibinin şərab içəndən sonra rəzalətini görəndən sonra, necə uzanıb bərbad gündə, izzət sahibidir. İçəndən sonra rəzalət oldu. Onu özünə haram etdi. Radiyallahu anh və Allah Nəbisi sallallahu aleyhi ve sellem Cəbraili bu simasına görəndə yenə də gəlir evə, sirada gəlir və deyir ki, dəffiruni, tir-tir əsir. Çünki o əzəmətin və heybətin qabağında hər qəlb tab getirə bilməz. Və Xədicə radiyallahu anh onu yenə də bükür və Allah Azze və Cəllə buyurur ki, Yə eyyuhəl müddəffir, ey örtüyə bükmən, qum fəəndir, qalx və təbliğ elə. وَلِرَبِّكَ فَاصْبِرْ Rəbbin üçün səbir elə. وَالرُّجْزَ فَهْجُرْ Bütləri inkar elə. وَلَا تَمْنُنْ تَسْتَكْفِرْ Və Allah Azze və Cəllə ilk ayətləri göndərir və Cəbrail ilə görüşdə əsas məsələlərdən də biri Cəbrail öz simasına görəndə Cəbrail ona yaxınlaşır, çox yaxınlaşır. 2 göz miqdarında lap da yaxın Necm surəsi ilə və deyir ki, Ya Muhammed, İnnəkə lə Rasulullah və inni lə Rasulullahi iləyik. Ey Muhammed, həqiqətən sən Allahın elçisisən və mən də Allahın sənə göndərdiyi elçiyəm. Yəni, əminü səmə və əminü arf görüşürlər. Rasulü səmə və Rasulü arf, yer Rasulü ilə səma Rasulü görüşür. Əzəmətli bir görüş. Allahu Ekber. Və bu ayətlər gəlir وَاَنْذِرْ عَشِيرَتِكَ الْأَقْرَبِينَ Qohum əqrabadan olan ən yaxınlarını qorxut. Və deyilənə görə sirada qoyun kəstirir və qohum əqrabanı yığır. Əmləri hansı oradadır və əmlərin uşaqları da qızlarda. Bismillah elirlər, yiyirlər. Muhammed s.ə.v onları ikram edir. Və deyir ki, siz sonra mütləq öləcəksiniz. Və necə ölmüşsə, eləcə də diriləcəksiniz. Yuxudan qalxan kimi. Və sonra Rabbinizin huzuruna çıxacaqsınız. Ondan sonra ya cənnətdir, ya əbədi oddur. Mən sizi bu odla qorxutmağa gəlmişəm. Deyin, la ilahə illallah tuflihu. Necə tapacaqsınız? Əmim Hamza nə deyirsən, başına aşağı salır. Əmim Əbu Talib, sən nə deyirsən? Başını aşağı salır. Bir-bir əmrlərini çağırır hamısını. Hamısı başını aşağı salır. Və deyir ki, aranızda icabət edən varmı? Birdən 10 yaşına çatmış Ali ibn Əbi Talib. Mən sənin dininə girirəm, ya Muhammed. Və səni iman edirəm. Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah. Bunu demişdi ki, Əbu Ləhəb əmlərindən dözə bilmir və ağır sözlər deyir qardaşı uşağına və onu susturmaq istəyəndə atası Əbu Talib qalxır, sus Əbu Ləhəb. O ki qaldı sənə, ya Muhammed, imdi mə kuntə aleyhi madiyən. Sən nəyin üzərindəsənsə elə də davam elə. Allah səninlədir. Oğlumu da dəstəkləyirəm sənin dinə girməyə. Əbu Ləhəb deyir ki, nə oldu? Sən də onun dinə girdin, deyir, xeyr, mən onun dinə girməmişəm. Amma deyirəm ki, mən onun himayəsindəyəm. Heç kimin ixtiyarı yoxdur, nəsə eləsin. Arxasında məni görəcəkdir. Allah kömək olsun. Girmir, təsəvvür edin. Alimlər deyir ki, Allahın hikmətindəndir ki, həmin müddətdə girmir. Hətta şiddətli və heybətli və təsdiq olsun.
Yəni o müşriklərin yanında sözü keçərli olsun, hikmətlərinə həmin an girmir. Və təəssürlü olsun ki, həyatı boyu da girmir, öləndə də. Fələ havlə və lə quvvət illə billah. Və sonra nə baş verir? Qapı döyülür, çıxır qapıya, Cəbraili insan simasında görür. Tanıyır ki, Cəbraildir. Deyir ki, necə tanınır? Cəbrail gələndə zınqırov səsi gəlir, aramsız. Bilirdi ki, gələn odur. Bu əlamət idi, sirli. Bunun özü eşidirdi. Cəbrail aleyhissalam onu çölə çıxardır, insan simasındadır. Qanadı ilə yerə vurmaqla yerdə su fışqırır. Deyir, ya Muhammed, sizin ümmətinizə dəstəmazı öyrədəcəm. Bismillah. Və dəstəmazı öyrədir. Və birinci sən al. Və dəstəmazı öyrədir. Aleyhissalatu vesselam. Sonra sabahsı gün dan yeri sökülən kimi sübh namazı ilk girən vaxtında gəlir. Və ona namaz qılmağı öyrədir. Bu hələ miracdan qabaqdır. Hələ namaz 5 dəfə farz olmuyor. Sonra gəlir zöhr vaxtında. Zöhrün ilk vaxtında namazı öyrədir. Bu hədis səhihə keçir. Sabitdir. Sonra gəlir asr vaxtında. Asrın ilk girən vaxtında. O daha bax, hər bir şeyin gölgəsi bir olan misildə. Namazı öyrədir. Sonra gəlir məğribin ilk girən vaxtında. Günəş batan kimi namazı öyrədir və qıldır ona. Və sonra gəlir işanın ilk girən vaxtında. Sabahsı gün təzədən gəlir. Günəşin çıxmağına az qalmış. Sap-sarı olan bir səmanın vaxtında və namazı həmin vaxt ona qıldırır. Sonra zöhrün ən axıncı vaxtında, sonra asrın ən axıncı vaxtında, sonra məğribin ən axıncı vaxtında, qırmızı şəfəq yoxa çıxanda işarı gözləyir gecənin 3də birində və deyir ki, ya Muhammed, bu namazlar arasında olan təvqit vaxtdır. Ümmətin namazları bax bunların arasında olacaqdır. Onlar bunun arasında. Burada çox qəribə bir hekayə baş verir. İlk İslam gizli baş verir. Gizli bir evlərdə və Kabe'dən uzaq. Bir dəfə Abbas, bu hamısı İslamdan qabaqdır. Və həmçinin Qays ibn Əş'əs pullar şərik olurlar ticarətdə və ticarətin qazanc vaxtında torbanı açıb pulları bölürlər. Görür ki, bir gəl çıxdı. Allahu Akbar edib bu həyətdə durdu. Dedi, kimdir bu? Abbas. Dedi, qardaşım uşağı. Və görür ki, bir də qapıdan bir nəfər xanım çıxdı. Allahu Akbar, o da onu uydu. Dedi, bu kimdir? Dedi, ailəsi, Xədicə. Və sonra görür ki, bir uşaq çıxdı. Allahu Akbar, kimdir o? Əli ibn Əbi Talib. Və onlar yuxuya gələndə deyir, bunlar nə edirlər? Deyir, ibadət edirlər, namaz qılırlar. Deyir, kimə? Deyir, onun öz dinidir, Allaha. Və görür ki, səcdə edirlər. Dedi ki, deyər, nə bir dəqiqə, harada qaldıq? Və təzdən başlayırlar saymağa. Bu sahabə İslam'a 20 ildən sonra gelir. Fəth günü, ağlaya-ağlaya. Deyir ki, yer üzərində elə bir gün var idi ki, mən İslam'ın 5-incisi ola bilərdim. Dünya mənim başımı qatdı. Dedi, gəl davam edək. Və Abbas da həmçin 20 ildən sonra İslam'a gelir. İsmət. Və ilk İslam gizli olur və əziyyətlər başlayır. Sonra Allah Nəbisi sallallahu aleyhi ve sellem dinine göre ikinci dəfə məclis təşkil edir və Ali ibn Əbi Talibə deyir ki, qoyun kəs. Yenə də əmirlərini yığır, yenə də onlara İslamı ərz edir. Onlardan hələ ki heç kim icabət eləmir. Abu Ləhəb yenə də artıq əksik danışır, səsini qaldırır. Abu Taliblə orada az qalıb söz davasına çıxır. Ta ki bu ayət gəlir. Fəstə' bimə tu'mar və ə'rid anil müşrikin. Kim deyir, hansı surədir bu? Hicr surəsinin barakallahu fik, axırıncı ayətləri. Fəstə' bimə tu'mar və ə'rid anil müşrikin. Müşriklərdən üz döndər və çıx, aşkar şəkildə onları çağır. İndi ayət gəldi. Allah Nəbisi sallallahu aleyhi ve sellem fikirləşir ki, onları hamını birdən necə toplayır. Və o bilir ki, Məkkədə bir gözəl adət var. Əgər bir şey, böyük bir şey baş verərsə, Məkkə əhlindən bir nəfər xəbər gətirən Safa təpəsinin üzərinə çıxar. Safanın təpəsi, Safa və Mərva təpələri. Safa da elə yerdədir ki, birbaşa Kəbəyə görürsən. Kəbəyə çox yaxındır. Və çıxıb orada Qureyş qəbiləsi və bütün qəbiləri adlarıyla çağırar. Bu əlamət o deməkdir ki, böyük bir xəbər var, böyük bir müsibət var, böyük bir təhlükə var və onda adətə uyğun və bunu dan yer
sübh namazından sonra belə deyək də, duha vaxtında eləyərdilər. Və Məkkə əhli bilərdi ki, bu baş verəndə böyük bir hadisə baş verir. Və bütün insanlar gələrdi. Allah Nəbisi sallallahu aleyhi ve sellem duha vaxtında çıxır ora və möhkəm səslə Ya Qureyş, ey Qureyş qəbiləsi, Ya Bənu Abdülmanaf, bir qəbilə. Ya Abdülüzzə, bir qəbilə. Ya Bənu Abdülzuhra, bir. Ya Bənu Abdülmuttallib, bir. Tüm qəbilələrin adlarını çağıra möhkəm səslə onları hamısını ora çağırır. Və bütün qəbilə sahibləri hamı ora gedir. Hətta məşhur olan qəbilə sahibi elçi göndərir. Bax gör nə baş verir. Çünki onlarda o böyük əlamət sayılırdı. İndi bunlar yığılırlar. Böyük bir məşhər. Safa təpəsinin üzərində. Və Həzrət Muhammed sallallahu aleyhi ve sellem onları müxatab edir, danışdırır. Buyurur ki, əgər mən sizə desəydim, bu təpənin arxasında atlılar var, baskı olacaq bu şəhərə. Siz mənə inanardınız. Hamı eyni şəhadəti verir ki, mə cəzəbnə aleykə kəzibən. Biz səni yalanda heç vaxt sınamamışıq. Heç vaxt yalan səndən görməmişik. Sən daima dost doğru olmuşsan. Mən sizə ondan da böyük bir xəbərlə gəlmişəm. Siz mütləq öləcəksiniz. Sonra öləndən sonra yuxudan oyanan kimi diriləcəksiniz. Və sonra Rabbinizin hüzuruna çıxardılacaqsınız. Hesab çəkəcəkdir siz Rabbiniz. Ondan sonra ya əbədi cənnət, ya əbədi cəhənnəm. Və bir onlara səslənir ki, kim bu dinə girər? Həqiqətən Allah məni sizə cəhənnəmlə qorxudan və müjdələyən bir elçi göndərmişdir. Heç kimdən səs çıxmayan yerdə Əbu Ləhəb çıxır qabağı və deyir ki, Təbbələkə əli dəlikə cəmətənə, əllərin qurusun. Buna görə səhər tezdən bizi buraya yığılsan. Heç kimdən səs çıxmır. Təsəvvür edən bu insan. Bu kəlimə Allah Azze və Cəllə'ni o qədər qəzəbləndirir ki, onun lənət və əbədi cəhənnəm xitamını vurur Subhanahu wa ta'ala. Təbbət yedə əbi ləhəbin və təbbə. Əbu Ləhəbin əllərdə olsun. Mə əğnə anhu cəm'uhu və mə kəsəb. Nə qazandığı, nə yığdığı mal ona fayda vermədi. Və mura'atuhu həmmələtəl hatab. Həyat yoldaşı da odun daşıyıcısıdır. Həyat yoldaşı odun daşıyıcısı zahirdə belə deyildi. Ayətin təvilində gəlir ki, bu xəbis qadın, Ummu Cəmil, deyilənə görə elə Əbu Ləhəbi yoldan çıxardan oydu. Öz qardaşı uşağına qarşı. Və fitnənin başında oydu. Allah Azze və Celle onu həmmələ, hansı hambal odun daşıyan, hansı odun fitnəni alıştıran odunu daşıyan adlandırdı. Təvil olaraq. Neyindir bu xəbis qadın? Məkkənin zibillərini əziyyət çəkib yığır Həzrət Muhammedin qapısına. Hər dəfə. Bəs deyilmiş kimi tikanları yığıb onun gəzdiyi yerlərə düzərdi. Və bəs deyilmiş kimi nə inərdi? Əlini ona qarşı inərdi, yola çatdırardı. Və bu surələr gələndə bu qadın nə deyir? Ərinə deyir ki, sənin uşaqların Muhammedin qızlarını götürürlər, nişanlıdırlar, toyda təyin olunub, Ruqayyə Mükülcüm. Boşatdır. Arvad, bilməyir ki, təzəvvün, müsibət. Və Əbu Ləhəb çağırır, Üteybə deyir ki, atanızın üzü sizə haramdır. Muhammedin qızlarını boşamasınız. İlk əziyyət başlayır burada. Dinləyə görə səbir etmək. Və artıq, hətta bir rivayətə görə toy olmuşdur, sadəcə gəlin köçməmişdilər. Neynirlər? İki oğlan, ikisi də evladı da Həzrət Muhammed sallallahu aleyhi ve sellem qızlarını boşuyor. Və bu qadın həmmələtəl hatab, yəni fitnə odunu daşıyan idi. Zadəgən bir xanım, zadəgən bir ağanın həyat yoldaşı, əslində belə, adı Ummu Cəmil, özdə savadlı qadın idi, yazan, pozan, hətta bədahədə şeir söyləməyi bacarırdı. Bu ayətlər gələndə, dedi nə? Muhammed mənim haqqımda şeir deyir, və mura'atuhu həmmələtəl hatab, arvadın həyasızlığına bax. Çıxır Safa dağına, deyir ki, ey cəmaat, məndə də 5 dənə misra var, kim dinləmək istəyir? İnnə kəfərnə müzənnəmən və mə əmənnə bihi və lə saddaqnə. Adını müzənnəmən qoyur. Müzənnəm də söyüşdür.
Hətta ilk iman edənlər əziyyət çəkirlər. Ya Rasulullah, bu qadın cəmaatın içərisində nə danışır? Hətta uşaqlar nə eləyir? O sözü təlqin eləyir və fikrin içərisində uşaqlar, qızlar olanlar İnnə kəfərnə müzənnəmən, nə iman etdik, nə də bir narahat olmuyor. O müzənnəm deyir. Məsələn, Muhammedən sallallahu aleyhi ve sellem. İlk əziyyətlər başlayır. وَمْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ Arvad diqqətlə baxır bu ayətlərə. Məni qəsdirir o. فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدْ Boynunda xurma liftindən gözəl bir arvad çıxır, daşlar yığır. Bir vallahi gedib onun üzünü atacaq. Cəmaatın içində. Soruşur, haradadır? Bir dostuyla Əbu Quhafa ilə, yəni Əbu Bakrla Kəbənin kölgəsində oturdular. Əbu Bakr danışır ki, Həzreti Muhammed sallallahu aleyhi ve sellem'dən Kəbənin kölgəsində oturmuşuq, yan yana. Bir də görüm Ummu Cəmil, Əbu Ləhəbə həyət dolaşır, bağıra gəlir, uzaqdan əllərdə də daş və and içir ki, bu daşları onun üzünə vuracaq. Ta ki bizim yanımıza yaxınlaşanda üzümə, hey sən, ihanət əlmət olaraq adını da çəkmir, Əbu Bakr deyir. Sənin dostun necə buradaydı, hara getdi o? Bir baxırım, görüm yanımdadır Rasulullah sallallahu aleyhi ve sellem. Başa düşdüm ki, Allahın ayətidir, möcüzədir. Allah onun gözünə onu görünməz etdi. Bir səhər ilə eşitmirsən, necə buradaydı mən gələndə, hara getdi o? Deyən də baxıram, görüm yanımdadır aleyhisselam sallam, bu görmür. Və üz-böz bizdən söhbətir, əldə də daşlar. Arvad hirsindən daşları atır, deyir ki, eybi yox, başqa vaxt bunu görərəm. Yanında da üz-böz danışırlar. Deyir, başa düşdüm ki, Allah Azze ve Celle'nin ayətidir. Allah onu ihanət, o şəkildə alçalmasını bu qadın əlində qoymadı. Və əziyyətlər davam edirdi, müxtəlif çeşid əziyyətlər və ilk iman edənlər də gizli ibadət edirdilər və onlara da qarşı əziyyətlər var idi. Təbii ki, Məkkədə müxtəlif sinif insanlar yaşayır. Bir, Səadət-ül Qureyş, Qureyşin ağaları, tanış olaq olan bəziləri ilə. Onların ağalığı bəzilərində dünyada qalınacaq. Əbul-Həkəm, ləqəbi məşhur Əbu Cəhl. Valid ibn Muğira, Xalidin atası. Bunlar Qur'an ilə lənətlənmiş insanlardır. Bunların hamısını işi bağlandı. Qur'anda bunlara lənət ayətləri gəlir. Əbədi cəhənnəmdir bunlar. Əbul-Həkəm, Əbul-Cahil. Yəni sən hikmət sahibi deyilsən. Hikmətin babası ola bilməsən. Cəhalətin babasısan. Ləqəbi oldu Əbu Cəhl. Valid ibn Muğira, general. Məkkənin bütün ordularının asyaları bunun əlindədir. Məkkənin ən zəngin, ən güclü, ən şücaətli, ən varlı insanı. O bir də varlıydı ki, onun barları Məkkədə başlayırdı, Taifə kimi devam edirdi, 100 kilometr. Qurma bağları. Çox güclü adam idi. Bundan hamı qorxurdu, hamı ehtiyat edirdi bundan. Hətta Əbu Cəhil və Əbu Ləhəb. Və Ashab-ı Uzama, içərisində də Umar, hələ İslam'a gəlməyib. Hələ İslam'a gəlməmiş. İslamın ilk günləridir. Bunlar Səadət-ül Qureyşdir. Qureyşin ağaları, böyükləri, həmçinin Əbu Süfyan və digərləri. İkinci təbəqə insanlar, bunlar nəsil nəcəbət sahibləridir, ancaq bunlara sığınır. Bunlara sığınır. Qaldı üçüncü təbəqə insanlar, bunlar əsilləri Məkkəli də deyil, ərəb də deyil bəzən, ya da ki ərəbdir, Qureyşi deyil, ya da ki əsirdir, ya da mövladır, köləlikdə azad ol, ya da kölədir. Bu üçüncü təbəqə, nəsil nəcəbəti olmayan zəif təbəqəyə şiddətli işgəncələr başladı. O şiddətli işgəncələri görənlərdən də biri Ammar ailəsi. Ridvanullah aleyhim. Atasını, anasını, sütunlara, özünü bağlayırlar və deyirlər ki, and iç, lattaya uzaya. Deyirlər heç vaxt. Sonra Ammar'ın gözü qabağında anasını uzandırdılar yerə, qapqa ilə quma və dedilər ki, and iç, lattaya uzaya bir dəfə və deyilən ki, inni akfor bi Muhammed, onu inkar edən bir dəfə deyilən səni azad edək. Dedi, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt və onu vəhşicəsinə gətir etirdilər. Nizəni götürüb onun uşaq doğan tərcinin düz içinə vurdular. O, onun gözü qabağında. Və bu onları dinindən çıxartmadı. Əzablar şiddətlənir və onlar arasında Xabbab radiyallahu anh və Allahum, bunlar səni zəif sinif insanlardır. İmanca yox ha, dərəcə, təbəqə cəhətdən. Yəni, arxasında onları qoruyan yoxdur.
Xabbab danışır ki, qumun üzərinə çılgın tökdülər, daşlar çoxlu. Sonra odun getirdilər, qaladılar. Bir növ manqal düzəltdilər. Sonra məni soyundurdular, çılpaq. Və məni dəmir şəbəkənin üzərinə əti bağlayan kimi bağladılar. Möhkəm. Və şəbəkəni közün üzərinə qoydular. Və vallahi o közü mənim belimin, piyimin yağı söndürürdü hərdən. Elə bir hala düşdüm ki, mən uzun müddət otura və uzana bilmirdim. Hətta bu hadisədən sonra gəldim və Allah Nəbisi sallallahu aleyhi ve selləmi Kabənin kölgəsində tapdım. Dedim ki, ya Resulallah, görürsən bizim halımızı, onlara bəddua elə. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurdu ki, and olsun ki Allah'a, Allah bu işi onsuz da tamamlayacaktır. Bu nur tamamlanacaktır. Bir insan sənadən Yəməndən çıxacaqdır, əmin əmanlıq içərisində tək başına öz qoyunlarında qurda tapşıracaqdır və Allah bu nuru tamamlayacaqdır. Sadəcə siz tələsən bir millətsiz. Bu rivayət səhihdə gəlib. Səhihdə gəlib. Və buyurur ki, sizdən öncə ümmətlər var idi. Tövhid əhlindən, kitab əhlindən. Onlardan birinin başına ortasına mişar qoyulardı. Hədis bir sahihi. Ta paçasına ortasına ki mişarını iki yerə bölərdilər. Başqa bir digərinə dəmir daraqlarla ətini sümündən ayırardılar və bu onların dinlərindən heç bir çıxartmazdı. Amma siz çox tələsən bir ümmətsiz. Bunlar bu əziyyətlərə dözürlər və bizim ümmət arasında hər də namazı olmayan insanlar var. Və indi baxın Allah Nəbisi sallallahu aleyhi ve sellem başına gələn istirablar, əziyyətlər. Abu Talib deyir ki, mən sağ olduqca heç kim ona toxuna bilməz. Ümumən 9 dənə əmisi. Düzdür, Abu Ləhəb düşmən, açıq düşmən. Və haradasa toxunulmazlığı var idi Allah Nəbisi sallallahu aleyhi ve sellem. Ancaq o qədər həddini açmışdılar ki, əziyyət bəs deyilmiş kimi və əzaba da keçməyə başladılar. İlk əziyyətlərdən biri. Abu Ləhəb həsədindən ticarətini atır və nə edir? Həzreti Muhammed sallallahu aleyhi ve sellem Məkkənin gələndə Ya eyyuhənnəs, qulu la ilahe illallah tuflihu. Ey insanlar, deyin ki, Allah'tan başqa haqq məbud yoxdur, ilah. Nəcət tapacaqsınız. Dalınca düşürdü, fikir vermin, Allah kömək olsun. Qardaşım çağırdı, dəli olur. Xəbisi görürsünüz. Allah nəbisi gedir, bu da arxası ilə. Gedir, arxası ilə, fikir vermir. Və insanlar deyir ki, bu onun əmisidir. Əmisi qardaşının uşağı haqqında daha yaxşı bilir bizdən. Fikir vermin. Fikir verin, bundan böyük əziyyət nə var? Və bu şəkildə xəbis davam edirdi. Ardıca hər dəfə fikir vermin, Allah kömək olsun. Məcnun məzducir. Hər dəfə ona məcnun dəli və səri ilə axır. Amma dəvət gedirdi, say 25, sonra 45, sonra 200'ə çatdı. Və zəif müsəlmanlar gizli yerdə ibadət edir və gizli yerdə yığılır və say arta-arta gedir. Bu da Məkkə əhlini əsəbləşdirir. Abu Ləhəb deyir ki, biz bunun dinini qəbul edə bilmək mümkün deyil. 360 bütün içərisində Yəmən, Şam, İraq, Misir, bunların bütləri var. Bizim onlarla sazişlərimiz var, yəni obyektdir. Onlar dinlərini burada qoyublar və buna görə ticarətlərini buradan biz aparmışıq. Bu gətirsə tək ilahı bunlar hamısı gedəcək. Biz az qalacaq. Görürsünüz ki, naqis düşüncəni düşünür. Halbuki ruzunu verən kimdir? Allahu Akbar. Sonradan oranın dünyanın ən zəngin şəhərini çevirən kimdir? Bütlərsiz, tərtəmiz. Və s. ilə axır. Abu Cəhlin hekayəsi bundan da maraqlıdır. Bir dəfə Abu Cəhl Valid ibn Muğira ilə oturub tək-bətək deyir ki, ya Valid, sənin bir şey deyim, ancaq aramızda qalsın. Əslində Muhammedin haqq peyğəmbər olmasına şəkk eləmirəm. Ancaq vallahi onun dininə girməyəcəm. Valid deyir ki, sən də danışdın. Deyəm, ya Valid, qulaq, Abu Cəhl deyir. Biz Abdülmuttallib övladları ilə yarışan bir qəbiləyik. Onlar 10 dənə qoyun kəsəndə, biz də 10 dənə. 50-50, 100-100. İndi Allah onlardan bir peyğəmbər göndərdi. Biz haradan çıxardaq belə bir peyğəmbəri? Vallahi iman etməyəcəm. Uduzmamaq üçün. Vəlidin sözü ondan da təəccübdür. Deyir, ya Əbəl-Həkəm, and olsun ki, Muhammedin oxuduqlarını dinləyirəm mən hərdən. Qorxmaq, şücətli insandır. Onun dedikləri o qədər dadlı, o qədər gözəl, insanın qəlbini rahatlayır. And olsun ki, şeiri məndən gözəl tanıyan yoxdur, şairlərdir, bu şeir deyil. Sehri də mən tanıyıram, sehirbazlardır, bu sehirbaz deyil. Kəhanəti də bildiyi kahinlərdir, bu kahin deyil. Abu Cahil, olma sən iman etdir, yox.
İman edildiğinde eləyəcəm, narahat olma. Sənə soruşmayacağım, saymır ona. Amma iman etməmişəm. Və qəlbinə düşmüşdü xal. Validin. Valid də həlak olanlardandır. Axır baxlar Kabənin indinə gedir və Həzreti Muhammedin gecə namazını dinləyir. Hətta İslam'a girmək qərarını verir. Və deyir ki, ya Muhammed, bir dur, sənə söhbətin var. Şücətli insandır, heç kimdən qorxmur. Məkkənin ən güclü insanlarından biridir. Həzreti Muhammed sallallahu aleyhi ve sellem ona bir neçə surələri oxudu, xırda surələri. Dedi, and olsun ki, bu haqdır. Allah nəbi sonra İslam'ı ərz elədi. Dedi, mənə bir möhlət ver. Bir gelin düşünün. İnnəhu fəkkara və qaddar. Fəqutilə keyfə qaddar. Thumma qutilə keyfə qaddar. Thumma nə var? Thumma abəsə və basar. Thumma ədbərə və istəkbar. O, biraz oturup götür qoy elədi. Biraz düşündü. Nə pis bir götür qoy elədi. O düşünməklə özünü həlak elədi. Sonra üzünü bozartdı. Sonra dedi ki, yox. Və üz çöndərib getdi. Dərni və mən xaləqtu vəhidə. Allah onu qəstiləyib. Onu mənlə qiyamət günü tək və tək bıraxın. Allah! Dərni və mən xaləqtu vəhidə və cəaltu ləhu mələn məmdudə. Məmdud. Ona uzun uzadı bir mal verdim. Məkkədə başladı, harada tutarırdı? Taif'te, onu veren mənəm, deyir Subhanahu Teala. وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا وَبَنِينَ شُهُودًا 5 tane oğlan burada, 5 tane burada. Ortada da gelir. Mekke'nin içinde. Onu veren mənəm. ذَرْنِي Tek bırakın ben onu. Allah Azze ve Celle kıyamet günü ona tek hesaplaşacaktır. Bu neynədir? Bu az kalmıştı, bir tane kelime işareti desin. Kalbine tam oturmuştu hak. Abu Cehl onu yoldan çıkarttı. Abu Cehl ona dedi ki, Mekke ki sen de danışırsan hakkında. Dedi yok. Hamısı yalan. Dedi ki danışır ki sen biraz qənaət olsun diye onun çöreğine yemekten ötürü akşamlar onun yanına gelsen. Benim hakkında Mekke'nin çöreği veren ben değilim diyor. Neyim cemaat bile danışır. Dedi ki başa sal ki yani sen o yemeğe mühtaç değilsen ona göre akşamlar onun yanına gel. Mekke bile bu söz onun bile diyek de Kestinə də nə söhbətdir belə yəni. Nə deməkdir bu? Orada Məkkəli danışır, Məkkəli danışmıyor. Abu Cəhlin xəbis hilələrindəndir. Onun zəif yerini bilir. Üzünü bozartdı. Qəzəbləndi. Sonra dedi ki, yaxşı. Bəs, neyniyək? Ya Əbəl-Həkəm, vallahi bu sehirbaz deyil. Tanıyırıq. Şair deyil. Şeiri de bilirik. Kahin deyil. Bəs nə deyək? İnsanlar necə deyim ki, mən bu dindən çıxdım təzdən. Bizə az qalmışdı girsin. Fikirləşdi, dedi ki, bax, ona iman edən nə olur? Atası iman etməyəndə, o iman etmiş, atası kafir olur. Bu etibarla nə olur? Bir-birindən ayrı düşürlər. De ki, in hədə illə sihrun yu'fər. Bu, ətrafa yayılan sehir növüdür. Atanı qardaşdan, oğuldan ayıran sehir növüdür. Bir şey deyəndə bunu misal getirərik. Hətta inansınlar. Bir yaxşı fikirdir. İnnehu fekkara və qaddar. Fəqutilə keyfə qaddar. Thumma nazar. Thumma abəsə və basar. Thumma ədbara və istəkbar. Fəqalə in həzə illə qavlul bəşər. In həzə illə sihrun yu'thar. In həzə illə qavlul bəşər. Və bunu demişdir ki, Allah Azze ve Celle cəhənnəm mələkləri tərəfindən onun nələr gözlədiyini və zərni və mən xaləqtu vahidə təhdidini nazil etmiş olur. Yəni bir hadisələr çoxdur və Hz. Muhammed sallallahu aleyhi ve sellem əziyyət davam edir. Bir dəfə Ali ibn Əbi Talibdən soruşurlar, bu da səhih xəbərdə gəlib hədisdə. Ən şücaətli insan kimdir? Ali ibn Əbi Talib deyir ki, Əbu Bakır. Deyirlər, nətər Əbu Bakır? Ən arıq o, ən yaşlı o. O qədər arıq idi ki, Rabbiya anhu Allahu gözləri üzə çıxmışdı. O qədər arıq idi ki, izarı belində qalmırdı. Topuğunu vurup keçirdi. Arıq, cansız, yaşlı bir kişi. Dedi Ali ibn Əbi Talib, vallahi ondan şücaətli insan yox idi Məkkədə. Deyir, necə? Deyir, bir dəfə bunlar həddini açdılar. Yığıldılar, gecənin bir vaxtında və Hz. Muhammedi döyməyə başladılar. Biri kürəyindən vurur, biri saçından dartır, biri yumruq vurur. Abu Bakır bunu eşitdi, çıxdı çölə və dedi ki, açın yolu, açın, açın, açın. Və gəlib gördük Hz. Muhammed sallallahu aleyhi ve sellem təkliflər və hələ bir tərəfdə ihanət edir ona. Vurur, çırpır, döyür və s. Və Abu Cahilin əlindən tutur. Və ona bir qapaz yedizdirir.
balaca boyuyla, cansız boyuyla. Ama Abu Cehil. Ve me edrakem Abu Cehil. Nəhəng. Abu Cehil bir yumruqla onu yerə sərir. Ta huşu gelir. Huşu gelir Abu Bakır'ın. Ve sonra oturur onun üstüne. Ayakkabısını çıkardır ve başlayır onun üzerine, var gücüyle vurmağa. O kadar vurur ki gözü, qaşı, burnu, ağzı, bütün cizgileri partlak olur. Tanınmaz hala gelir Abu Bakır'a. Ve bir de onu sakinleştirir ki ya Ebel Hakem, Abu Kuhafe nesline cevap verebilmeyecek. Ya sen öldürmüşsən onu. Bakırlar görürler ki ayrılmır. Ne kadar eller ayrılmır. Ve düşünürler ki o öldü. Deyirlər aparın eve, gözleyek. Eğer ölse diye verək, barışıq eğlənləyək. Çünkü tanınmış nesilden necabətdəndir. Ölməsə görək də nə olur? Təsəvvür edin, həmin müşriklər çiynində onu meyit kimi qaldırırlar. Sıddiq radiyallahu anh ve eve getirirlər. Bir gün keçir, ayılmır. Bizim dildə deyək komaya düşür. 2 gün geçir, ayrılır. Anası da artık onun üzerinde feryat edir, vay edir ve ağlayır. Bakın anası. 3. gün geçir ve birden gözlerini açır ve ilk sözleri Muhammed. Necə de onun halı. İlk sözleri. Anası vaylah edir ki ya Abdallah, elə Muhammed'e göre sen bugüne düşmedin mi? Bir sus ana. Muhammed, onun halı necədir? Onun hakkında mənə xəbər verir. Anası vailə edir, sus ana. Əgər mənim sağ qalmamı istəyirsənsə, bircə dəfə onun sağ olma xəbərini mənə çatdır və mən sağ qalacağım. Yəni, mən artıq ölürəm. Anası hal belə görəndə Əsmanı göndərir. Gedəndə buraxmaq istəmirlər, deyirlər ki, bizlərdəndir, möminədir, buraxın. İçəri girir, müjdə ilə gəldir ki, ya Abu Bakır gözün aydın olsun, Həzreti Muhammed sallallahu aleyhi ve sellem sağ salamatdır. Ondan sonra başlayır sağ olmağa. Əziyyətlər davam edir. Bir dəfə Allah Nəbisi sallallahu aleyhi ve sellem namaza gedir, Kabənin indində. Valid ibn Mughira və Abu Cahil və Abu Ləhəb və daha başqaları 6 nəfər böyük gəlir ora. Və başlayırlar onun namaz heyətinə istehza eləməyə və gülməyə. Abu Cahil danışır və Abu Ləhəb danışır və Valid danışır və s. ilə axır və qəhqəhə ilə gülürlər. Abdullah bin Məsud rivayet edir ki, biz İslamımızı gizlin yaşıyorduk ve çok zayıf idik. Ve biz bunu görürdük ve hiç ne demek gücünde değildik. Çünkü öyle bir əzablara düşer edildik insanları. Sonra Abu Cahil həddini açtı. Ridasını götürdü, bizim dildə desək məhrabanı. Onu bükmə şəklinə gətirdi ve Hazreti Muhammed'in qiyam halını namazdayken boğazına atıp möhkəmcə sıxma başladı. Ta ki Hazreti Muhammed sallallahu aleyhi ve sellemin bu sözünə gedib yerə sərilir. Və başlayırlar qahqahə ilə gülməyə. Bundan da betər əziyyət. Təzə doğmuş dəvənin qarnına çıxmış nəcasətli o qabığı namazdayken səcdədə gətirib onun boynuna atmışlar. Bir rivayətdə Fatimə, digər rivayətdə Ruqayyə qızı ağlaya-ağlaya balacaykən gəlib onu təmizləmişdi. O Fatimə rivayəti daha məşhurdur. Allah Azze ve Celle orada Zəbaniyə, İqra, Ələq surəsindəki Zəbani ayətlərini nazil etmiş. وَسْجُدْ لِرَبِّكَ وَاقْتَرِبْ Sən səcdədə qal, Rəbbinə yaxınlaş. Və onları Zəbani tərəfindən müjdəlir. Allah Nəbisi sallallahu aleyhi ve sellem qalxanda deyir ki, ya Allah, aleyki bi Əbə Cəhlin və Valid ibn Mughira və 6 nəfərin adını çəkir. Sahabə and içir ki, vallahi 6'sı da Bədirdə meyit düşdü və lənətləndi və heç və bunlar İslam'a girmədilər. Beləcə də bunlar həlak oldu. Əziyyətlər davam edirdi hər cəhətdən. Allah Nəbisi sallallahu aleyhi ve sellem'e qarşı və ashabına qarşı istehza, mecnun, kahin, şair və s. ilə axır. Və Abu Cahil hər dəfə fənnanlıq edirdi. İstehzanın yeni bir növünü icad edirdi. Onlardan da biri çox maral hekayə. Qeyri-Məkkə əhlindən, qeyri-Qureyşdən bir nəfər ticarət edir Abu Cahillə. Ticarət çox uğurlu olur. Qazanç baş verəndə gəlir, öz haqqını götürməyə, mal verib pul götürməlidir. Abu Cahil onu yola verir, hoş getdin, tanıdan. Bacarırsa ispat eder ki, şahid olmuyor. Bu insan gəlir Məkkə, Qureyş, qəbilə sahiblərinə Abul Hakem'in başına belə iş açdı. Heç kim inanmır, şahidim var, yox. Nətə inanaq? Məkkənin qalsın, Abul Hakem. Kimə deyir, heç kim inanmır ki, dəstəkləsin. Arkadaş, şahidini getirsən yanında duraq. Balcı adamın da Abul Hakem. Məkkənin qalsın, Abu Cahil yəni.
Heç kim ona inanmır. Əbu Ləhəbin yanına gəlib şikayət edəndə Əbu Ləhəb deyir ki, mən sənə kömək edəcəm, narahat olma. Bir kişi var Məkkədə. Ged ondan xahiş elə, o sənin malını ondan alıb verəcək. Kimdir o? Muhammed. Qardaşım Şahı. Hiləni görürsünüz. İnsan əziyyətin və əzabın fənnanlığını görürsünüz, necə yollara atır. Burada nə baş verəcək normalda? Rəzalət, ihanət, istehza, düzdürmü? Amma baxın, Allah öz Peyğəmbərini yalançılıqda bu şəkildə ihanətə qoymur. Gəlir, Həzrət Muhammed sallallahu aleyhi ve sellem qapısını döyür. Deyir, ya Muhammed, mənə belə dedilər. Bir gəl dalımca. Həzrət Muhammed və bu tacir, tək başına. Gəlirlər, Əbu Cəhil qapısını döyürlər. Əbu Cəhil qapısını açanda rəngi pis olur. Halı pisləşir. Deyir ki, Əbəl Hakim, bu insan belə şey iddia edir. Doğrudur mu? Bəli, doğrudur. Deyir, eləysə ver, baş üstə, əbşir. Girin içəri və kişinin malını gətirir, təhvil verir. Sonra qapımalıyız. Bunu görən Məkkəllər istehza vəzində nə baş verdi? Hər şey tərzinə çevrildi. Onlar gedəndən sonra deyirlər ki, ya Əbəl Hakim, nə baş verdi? Bir görmədiniz, yanında nəyə gətirmişdir? Deyir, yox. Fəhil! Vəhşi dəvə vardı yanında. Elə bir ağzı boynundaydı ki, mənə bu olsun. Deyir, vallahi yanında heç nə yox idi, Əbəl Hakim. Allah kömən olsun. Deyir, nətər yox idi? Tacir, Muhammed və nəhəng bir dəvə. Fəhil! Vəhşi dəvə. Boynu düz burada, ağzı düz burada. Yalan danışsaydı, mən boynumu davranacaqdı. Məcbur oldum, hə, baş üstə. Deyir, vallahi yanında heç nə yox idi. Özü istehza yerinə düşdü. Allah Azze ve Celle hər dəfə onu inirdi. Yəni, bu həddə çatanda, ihanətin son həddinə çatanda, hər dəfə Allah Azze ve Celle ona təsdiq olaraq edirdi, Subhanahu və Teala. Bilal'in hadisəsinə maraqlıdır. Bilal Həbəşi, qeyri-ərəbi, Həbəşi və tutular, dindən çıxmağa, Latta və Uzzəyə and içməyə ona vadir elədilər. Və bir dəfə denək ki, ya Bilal, akfur bi Muhammed və onun Rəbbini inkar edən, deyir, mən çox danışa bilmirəm, əhədün əhəd və çılpaq bədənini qızmar qumun üzərində. Bir rivayətdə ona dəmir zirək paltarı bu istidə taxıblar ki, daha şiddətli olsun. Və uzandırıblar qızmar qumun üzərinə və ağır qaya daşının üzərinə qoyublar. Deyir ki, çox bilmirəm ərəbcə. Əhədün əhəd, təkdir o ilah, təkdir. Deyirlər, bir dəfə dinən ki, Latta və Uzzə, əhədün əhəd. Və əzab çəkir və dözür və bu onun dinindən çıxartmırdı. Əbu Bakr Sıddıq neyinirdi? İmkanlıydı. İşgəncəsi, əzabı şiddətli olan kölələri pul verib alırdı. Məkkə müşrikləri də həqd və həsədindən onları çox baha satırdı ki, bəlkə almasın. Əbu Bakr məcbur olurdu onlara qoyulan qiymətin 10-20 qatını versin. Və onları azad edir. Məşhur söz var, hədisdə gəldi ki, Əbu Bakrin seyyidənə, a'taqa seyyidunə. Əbu Bakr bizim ağamızdır, ağamızı köləlikdən azad edəndir. Yəni, elə bir insanlar azad elədi ki, həmin o kölələr İslamın ən izzətli insanlarına, İslamına görə çevrildi. Halbuki doğma əmsi Əbu Ləhəb nə oldu? Rəzalətə uğradı. Bu göstərir ki, nəsil nəcəbət burada işləmir. Tanışlıq olunur. Allah qatında meyar başqadır. İman və təqva. İman və təqva. Və əziyyətlər müxtəlif idi. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem İslamın iki əziz ilə, əzizdən biri ilə izzətlənməsini Allaha dua edirdi. Onlardan biri qəsdində Umar ibn Xattab, digəri də Əbu Cəhil idi. Bunlardan biri İslam'a girsəydi, İslam izzətlənəcəkdi. Və Allah Azze ve Celle öz təqdirində kimi seçir? Umar ibn Xattabı. Onun İslam'a girməyə rivayətlər çoxdur. Şeyx Albani'nin səhiyləşdiyi rivayət budur. Umar ibn Xattab gəlir Kabənin yanına və Həzreti Muhammedə nazil olan və namazda oxuduğu surəni ondan gizlicə dinləyir. Və Haqqat surəsi nazil olmuşdur. Dinləyir və deyir ki, əcəb bir şeirdir. Həyatımda belə bir şeir görməmişim və eşitməmişim. Və Həzreti Muhammed namazın içində وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَا تُؤْمِنُونَ O bir şeir deyildir. Nədir? Bir şair əsəri deyil. Siz çox az iman edirsiniz. Bu sehirbazdır, bu kehanətdir. Bu mənim içimdə olanlar harada bilir. وَلَا بِقَوْلِ كَاهِنٍ
قَلِيلًا مَا تَذَكَّرُونَ namazı dinir. O kehanet de değil. Bu bir sehir de değil. Siz çok az düşünürsünüz. Öyleyse bu nedir? Tenzilun min Rabbil alemin. Alemlerin Rabbi tarafından göndermiş bir tenzildir. Ve kalbine oturdu iman. Şeyh Albani'nin tesdik elədiği Umar İbn Hattab'ın İslam'a girme rivayeti budur. Ama sirada diğer rivayet de meşhurdur ve sira ehli İbn Hişam, İbn Kethir ve Mübarek'tir diğerleri bunu zikirlemektedir. Fayda babından. Kılıncını zehre batırır ve deyir ki ben bu dine son koyacağım. Ve gelir Hazreti Muhammed'i öldürmeye sallallahu aleyhi ve sellem. Ve yolda gedəndə İslamını gizlədən zəif möminlərdən biri bu hadisəni görür. İbn Hattab hara gedirsən, onlar bilmir ki, qabağındakı müsəlmandır. Və danışır ki, gedirəm bu işi bitirməyə, qurtardıq. Onun qabağını almaqdan ötürü məcbur olur deməyə bu sirri. Ya Umar, sənin bacın, həyat yoldaşı, köləsi, onlar İslam'a girib, get onlara əncam çək. Umar dəhşətə gəlir bu hadisələr. Mənim xəbərim yoxdur. Nə? Bunlar və neyir? Səmtini dəyişir. Sahabə məqsədi nə idi? Bu müsibətin qabağını almaq. İki zərərdən ən xəfifini seçmək. Tamam mı? Niyyətlərə görə, məqsədə görə. Umar bin Xattab gələndə, yolda gələ-gələ bu ayətləri eşidir. Tahə mə ənzəlnə aleykəl Qur'anə təşqa. Və qapını sındırır, açır, bacısını möhkəm vurur, döyür, dodağını partladır, yüzünü partladır, həmçinin mövlasında və s. və sonra yerə sərilir. Bacısına qayıdılır, deyir ki, ya Umar, hanı sənin taqətin? Allah onu səndən aldı və bizə güc verdi. Bu onun qəlbinə xal salır. Çünki belə bir şey olmamışdı. Yüzləri birdən qıran və taqəti tükənməyən bir nəhəng bir dənə qızı verəndən sonra taqəti gedir. Bu onun qəlbində bir xaldır ki, bunun dediyi haqdır. Bu nə olan şeydir? Deyir, yaxşı, o oxuduğunuz nə idi? Gətirin. Deyir, toxuna bilməzsən, sən tahir deyilsən. Və alır, Bismillahirrahmanirrahim. Tahə Mə ənzəlnə aleykəl Qur'anı li təşqa. Sən bədbəxt olasan deyə biz Qur'an nazil etmədik sənə. Tahə Mə ənzəlnə aleykəl Qur'anı li təşqa. Tenzilən mimmən xaləqəl arda və səməvatil ulə. Göyləri və yerləri yaratan, göyləri qaldıran tərəfindən nazil olub bu. Tenzilən mimmən xaləqəl arda və səməvatil ulə. Ar-Rahmanu aləl arş istəvə. Rahman, Allahın adı subhanahu teala. Arşın üzerine istiva etti, kalktı. Ar-Rahmanu alel arş isteva lehu ma fis semavati ve ma fil ardi ve ma beynehum ve ma tahta's sera. Göyde olanlar, yerde olanlar, bunların ikisinin arasında olanlar ve yerin altında olanlar da onundur. Sen ayıldır onu. Sen kimsin aslında? Lehu ma fis semavati ve ma fil ardi ve ma beynehuma ve ma tahta's sera. Göyde olan, yerde olan, bunların ikisinin arasında olan ve yerin altında olanlar da onundur. Ya'lemu sirra ve ehfe ayetini aktarır. Bu Allah ki sirri olan sözleri ve köksünüzde daşıdığınız gizli söhbətləri de bilir. Bu sözler onu təsirləndirir. Neçə? Yani sirri gizletmək mümkündür. Amma açmaq da mümkündür. Amma bir insan içində danışarsa, heç kim bilməzsə, görürsən bunu da bilən kimsə varsa, bu onu həmişə düşündürürdü. Allah burada deyir ki, bəli, o mənəm. İnsanın içində danışdığı sözləri eşidən tək bir nəfər, o da mənəm, subhanahu ta'ala buyurur. Deyir, mən onda bu dinə girmək istəyirəm. Və işarət edirlər ona, Həzrət Muhammedin və möminlərin yığıldığı yeri. Və qılıncını götürür, qılıncı üzərindir, gedir ora. Və qapıya yaxınlaşanda soruşurlar kimdir? Deyirlər, Umar bin Xattab, müsəlmanlar çox qorxur. Çünki izzət sahibi olur. Nəhəng insan olur. Çox güclü insan olur. İndi görəcəyiz necə güclüdür. Hekayənin sonuna çatırıq. Hamza deyir ki, qorxmayın. Xeyirlə gəlmişlər. Xeyir görəcəkdir. Şərlə gəlmişsə, misini görəcəkdir. Və soruşur, nə ilə gəlmişsən? Deyir, xeyirlə gəlmişəm. İçəri girir və deyir ki, əşhədü ən la iləhə illallah və ennəkə və Rasulullah. İman edir. Və sonra deyir ki, siz niyə buraya yığılmışsınız? İzzət sahibi daha. Kölə, küçələrə. Çıxardırlar hamısını küçələrə.
Və təsəvvür eləyin. Bundan da qabaq bir dənə məqam var, mühümdür. Hamzanın İslam'a gəlməsi ən qəribə İslamlardan biri. Hz. Muhammed sallallahu aleyhi ve sellem əziyyət və əzab, işgəncə, hətta döymə həddinə kimi çatanda və Hamza sayyad, ovçuydu. Çıxırdı, 10 günə sonra qayıdırdı və s. ilə axır, həftələrdən olurdu. Zəif müsəlmanlar bundan istifadə edirlər. Hamza qayıdan deyirlər ki, Hamza, ey Peyğəmbərin adlı əmsi, sən hara baxırsan? Sənin qardaşın uşağını döyür, işgəncə, əzab verirlər, ihanət edirlər, istihaz edirlər. Nə? Mənim qardaşım oğlu Hamza da nəhəng, güclü insanlardan biridir. Basılmaz. O qədər hirslənir ki, bu söhbətə, elə yayı üzərində olur, oxa getmişdi. Atıyla gedir, görür ki, Hz. Muhammed sallallahu aleyhi ve sellem təkliyirlər və təzdən ona əziyyət verirlər və döymək istəyirlər. Atına düşür və deyir ki, aralayın, aralayın, aralayın. Gəlir, yayı ilə Abu Cahilin üzünə bir dənə nəfər vurursa, Abu Cahil üzü partlayıb qan açılır. Və sonra deyir ki, mən onun dinində ola-ola onu təkləmişsiniz və onun dinində deyildi. Özündən asıl olmadan çıxır. Deyir, mən onun dinində ola-ola onu təkləmişsiniz, tək görmüşsünüz. Və kim ona toxunarsa mənlə işi olacaq. Və sonra içəri gəldik, mən nə dedim? İndi geri nəfər dönə bilərəm. Bu söz çıxdı, yayıldı da. Mən onun dində deyiləm. Və gəlir Həzrət Muhammeddən məsləhətləşməyə ki, mənə məsləhət bir nətər o sözü rastlamış gelin, təzdən geri dönür. Hər şey tərsi olur. Həzrət Muhammed sallallahu aleyhi ve sellem nazil olan ayətlərdən bir neçəsini onu oxumaqla iman edir. Və iman onun qəlbindən gelir. Əşhədü ən la ilahə illallah və ennəkə və Rasulullah. Omar bin Xattabın İslam'a girməsi və bu hadisədə Omar deyir ki, siz burada deyirsiniz şəhərdə. Ya Hamza qalx, mən dəstənin bir tərəfində, sən dəstənin digər tərəfində, Həzrət Muhammed ortada, birbaşa kişələrə. Deyilənə göz sayı artıq 200 nəfər olur. 100 nəfər belə, 100 nəfər belə, Hamza burada, Omar burada, Həzrət Muhammed sallallahu ortada və çin-çinə belə tutublar. Qulu la ilahə illallah, Allahu akbar kişələr düşürlər. Bunlar daşqalar eləmək istəyən, qabağını almaq istəyən, Omarı görəndə hamı qaçır gizlənir. Hamzanın tərəfini görəndə hamı qaçır gizlənir. Gəlirlər, düz Kabənin indinə kimi çatırlar. Və indi Omar bin Xattab Məkkə əhlinə bildirmək istəyir ki, kaşmayın, yerinizi bilin. Artıq Omar İslamdadır. Bunu istəyir ki, hamı bilsin. Gəlir, Abu Cahilin qapısını döyür. Nəhəng insanların, ən zalim insanların qapısını döyür. Qapını Abu Cahil açanda, ya Abu Cahil, Omar ibn Xattab Muhammedin dindədir, biləsən. Abu Cahil deyir ki, gündüzmü qalxdı, niyə Omar qapımı desin? Gəlir, Abu Ləhəbin qapısını döyür. Deyir ki, ya Abu Ləhəb, Omar Muhammedin dinindədir, biləsən, artıq müsəlmanam. Deyir ki, gündüzmü qalxdı, ya Omar, o da qapımı alır. Qapısını döyür. Ya Valid, hamısında həng insanlar, zülm edənlər, əzab verənlər, başda olanlar, süadə, aralar. Ya Valid, bil və agah ol. Omar ibn Xattab Həzrəti Muhammedin dinində təslim oldu. Deyir ki, gündüzmü qalxdı, ya Omar qapını çırpır hamısı. İndi bu istəyir ki, bütün Məkkə bilsin ki, yerinizi bilin. Omar İslamdadır. Bunlar toxunmazdır. Bütün hamısı, bütün müsəlmanlar. Ona deyirlər ki, burada əmanət saxlaya bilməyən adi görüşək biri var. Sən onu sir aç, bütün Məkkəyə deyəcəksin, rahat olma. Çağırırlar o insanı, müşrik olur. Sir adətdə adı keçir. Şərəfdir onun adını zikr etmək. Deyir, sənə bir sir açacam Omar deyir. Heç kim açmazsan deyir, yox. Qəbirsən də, sən açmayacaq, 100%. İslam'a girmişəm. Muhammedin dinine girmişəm. Başlayır. Bir arxa-arxa çıxır, baxırıq, qaçır. Biz də bunu gülürük. Çıxıb bazarın tavanlarına, ay cemaat! Omar ibn Xattab İslam'a girir. Siz ona baxırsınız. Bütün kişiləri havaya edir, məlumat daşıyır. Təbii ki, əzab işgəncə yenə də zəiflərə qarşı davam edir. Hətta bəziləri çıxardılar Məkkənin qırağında və hadisə o qədər cəryanlanır ki, bir dəstə müsəlmanların Həbəşistana hicrət olması tapşırıq verilir. Hələ və sallallahu və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecməin.